Salam, heç düşünmüsünüzmü ki, hazırki maliyyə vəziyyətiniz nə olursa olsun, əslində onu kökündən dəyişdirmək gücü tamamilə sizin əlinizdədir. Gəlin bugün Bob Proctor'un möhtəşəm təlimlərinə başvuraq və baxaq görək, sərvəti özümüzə bir maqnit kimi çəkmək üçün düşüncələrimizi necə yenidən proqramlaşdıra bilərik. Yaxşı. Gəlin birbaşa əsas sualdan başlayaq. Varlı insanlarla kasıb insanlar arasındakı o əsas, o fundamental fərq nədir? Bob Proctor deyir ki, cavab çoxlarının düşündüyü kimi şans, təhsil və ya gecə-gündüz işləmək deyil. Yox, əsl fərq daha dərinlərdədir. Cavab sizin yaşadığınız şəraitdə, başınıza gələnlərdə deyil. Cavab sizin düşüncə tərzinizdir. Bəli, hər şey məhz burada, sizin zehninizdə başlayır və bitir. Belə desək, sizin bank hesabınız xarici dünyanın yox, daxili dünyanızın bir güzgüsüdür. Deməli, hər şeyin təməli budur. Fikirləriniz sizin reallığınızı yaradır. Yaxşı, amma bu nə deməkdir əslində? Gəlin bu mövzunu biraz açaq. Baxın, Proctor'un təliminə görə sizin hər bir fikriniz boşluqda yaranan bir şey deyil. O bir vibrasiyadır, bir enerjidir. Təsəvvür edin ki, beyniniz dayanmadan siqnallar göndərən bir radio qülləsidir. Siz hansı siqnalı göndərirsinizsə, kainat da məhz o siqnalı tutur və sizə geri qaytar. Və biz əsasən iki fərqli tezlikdə siqnal göndərə bilərik. Baxın, bir tərəfdə çatışmazlıq tezliyi var. Narahatlıq, borc, qıtlıq, buna pulum çatmaz kimi fikirlər. Bunlar kasıblıq toxumlarıdır. O biri tərəfdə isə bollluq tezliyi var. Minnətdarlıq, azadlıq, hər yerdə imkan görmək. Bunlar isə sərvət toxumlarıdır. Hansı toxumu daha çox əksəniz, o cürdə məhsul yığacaqsınız. Və bilin ki, Proctor bunu kitablardan oxuyub demir. O, bunu öz acı təcrübəsindən danışır. Bir vaxtlar özünün də borc içində boğulduğunu, özünü tam bir qurban kimi hiss etdiyini deyir. Və nə baş verirdi? Kainat da ona güzgü tuturdu. Ona daha çox borc, daha çox məhdudiyyət verirdi. Çünki o, özünü belə görürdü. Yaxşı, bəs bu mənfi döngünü necə qırmaq olar? Proctor'ın ilk təklifi gündəlik vizualizasiya təcrübəsidir. Amma burada bir incə məqam var. Məsələ sadəcə çoxlu pul təsəvvür etmək deyil. Əsas məsələ o sərvətə sahib olanda yaşayacağınız o hissi, o sevinci, o azadlığı, o təhlükəsizlik duyğusunu bütün bədəninizlə, hər bir hüceyrənizlə hiss etməkdir. Bax, əsl dəyişikliyi yaradan məhz bu hiss. Vizualizasiya əladır, amma bu hələ başlanğıcdır. Təkcə bu bəs eləmir. İndi gəlin biraz da dərinə enək və ikinci mərhələyə keçək. Sizin daxili maliyyə planınızı, yəni özünüz haqqında olan inanclarınızı yenidən yazmağa. Proctor buna maliyyə termostatı deyir. Bu həqiqətən möhtəşəm bir konseptdir. Təsəvvür eləyin, evinizdəki termostat istiliyi necə müəyyən bir dərəcədə saxlayırsa, sizin də şuuraltınızda müəyyən bir maliyyə səviyyəsi proqramlaşdırılıb. Maaşınız biraz artan kimi, birdən gözlənilməz bir xərc çıxır və siz yenə də qayıdırsınız o köhnə komfort zonanıza. Tanış gəlir və bu da bizi əsas məqama gətirir. Baxın, siz istədiyiniz şeyi cəlb etmirsiniz, siz kimsinizsə onu cəlb edirsiniz. Yəni, siz səhərdən axşama qədər milyonçu olmaq barədə düşünə bilərsiniz, amma əgər daxilinizdəki o proqram, o inanc, mən buna layiq deyiləm deyirsə, o daxili divarı heç vaxt aşa bilməyəcəksiniz. Bəs o daxili termostatı necə sıfırlayaq? Proctor bunun üçün çox sadə, amma inanılmaz dərəcədə güclü bir alət təklif edir. Bir təsdiq kartı. Kiçik bir kart götürüb, üzərinə hədəfinizi indiki zamanda sanki artıq reallaşmış kimi yazırsınız. Bu kartı hər gün dəfələrlə oxuyaraq yeni reallığınızı birbaşa şuuraltınıza həkk edirsiniz. Yaxşı, düşüncəmizi dəyişdik, özümüz haqqındakı inancları yenilədik. İndi hər şey hazırdır? Xeyr, əsla. Ən vacib hissələrdən biri indi gəlir. Daxili dünyamızla xarici reallığı bir-birinə bağlayan o körpü, yəni hərəkət. Çox adam cazibə qanununu səhv başa düşür. Elə bilirlər ki, divanda uzanıb xəyal qurmaqla sərvət qapını döyəcək. Qətiyyən elə deyil. Proctor da bunu vurğulayır. Əməlsiz iman ölüdür. Yəni, hərəkət etmədən heç bir nəticə olmayacaq. Amma söhbət ilhamlanmış hərəkətdən gedir. Baxın, proses belə işləyir. Hər şey bir düşüncə ilə başlayır. Bu düşüncə sizin vibrasiyanızı dəyişir. Kainat bu yeni vibrasiyanı tutur və sizə bir ilham göndərir. Bu, bir ideya, bir fürsət, bir zəng ola bilər. Və bax, bu nöqtədə top artıq sizdədir. Siz hərəkətə keçərək o ideyanı reallığa çevirməlisiniz. Körpünün son hissəsini siz tikirsiniz. Bu sörfçü bənzətməsi məncə möhtəşəmdir. Fikir verin, sörfçü dalğanı yaratmır, elə deyilmi? O, sadəcə okeanda lövhəsinin üstündə hazır vəziyyətdə gözləyir. Düzgün dalğa gələndə isə hərəkətə keçir. Sizin də işiniz budur.
daxili hazırlığınızı görün və fürsət dalğası gələndə ona minməyə hazır olun. İndi isə Proctor sizə bir çağırış təklif edir. Cəmi 7 günlük bir sınaq. Bir həftə boyunca pulla bağlı ağlınıza gələn hər bir ideyanı nə qədər cəfəng görünsə də bir yerə yazın və hər gün onlardan heç olmasa birini reallaşdırmaq üçün kiçik amma konkret bir addım atın. Sadəcə yoxlayın, görün nə baş verir. Nəticələr sizi heyrətləndirə bilər. Və gəldik sonuncu, amma bəlkə də ən vacib mərhələyə. Bütün bu prosesi qat-qat gücləndirən, hər şeyi sürətləndirən o supermaqnit nədir? Bu güc minnətdarlıqdır. Amma bu sadəcə nəzakətən çox sağ ol demək deyil. Söhbət dərin, səmimi bir hissiyatdan gedir. Minnətdarlıq, çatışmazlıq hissinin, o heç nəyim yoxdur düşüncəsinin əsl dərmanıdır. O, sizin vibrasiyanızı saniyələr içində dəyişərək sizi bonluq tezliyinə kökləyən bir qüvvədir. Məntiqi də əslində çox sadədir. Siz əlinizdə olanlar üçün səmimi şəkildə şükür edəndə kainata hansı mesajı göndərirsiniz? Məndə hər şey var, mən bolluq içindəyəm mesajını. Kainat da bu siqnala cavab verir və deyir, aha, deməli sən bolluğu sevirsən, buyur, sənə daha çoxunu verim. Bax, bu qədər sadədir. Və son olaraq, bunu bir vərdişə çevirmək üçün sizə praktik bir tapşırıq. 30 günlük bir minnətdarlıq təcrübəsi. Hər səhər və hər axşam cəmi 5 dəqiqənizi ayırın. Minnətdar olduğunuz 5-10 şeyi yazın. Bu, bir fincan qəhvə, sağlamlığınız, günəş işığı fərqi yoxdur. Əsas odur ki, yazanda o hissi ürəkdən keçirəsiniz. Bu sadə vərdişin həyatınızı necə dəyişə biləcəyinə özünüz şahid olacaqsınız. Deməli, gəlin yekunlaşdıraq. Bütün bu söhbətin əsas mənası budur. Sərvət qovalanan bir şey deyil. Sərvət cəlb edilən bir şeydir. Bəs nəyə görə cəlb edilir? Sizin çevrildiyiniz insana görə. Yəni, bütün fokus pulun arxasınca qaçmaqda yox, öz daxili dünyanızı dəyişməkdə olmalıdır. Və mən bugün sizi Bob Proctor'un bu son və ən vacib sualı ilə baş-başa buraxmaq istəyərəm. Həqiqətən də layiq olduğunuz o həyatı yaşamaq, o bolluğu cəlb etmək üçün siz kim olmalısınız? Bu sual haqqında düşünün, çünki bütün cavablar məhz sizin içinizdədir.